Bu gödəkçənin hərbidən gəldiyindən agahsınız. Bu gödəkçənin adı Field Jacketdir. Field Azərbaycan dilində çöllük deməkdir. Yəni çöl üçün gödəkçə. Bu hərbidə istifadə olunduğu üçün çox funksionaldır. O hərbi M65 gödəkçəsinin əsasında yaradılıb. Özəlliyi dik yaxa, ikisini 2+2 yan və daxili cibləri ilə fərqlənir. Bu gödəkçəni həm casual, həm də smart casual obrazlarda sviterlərlə, köynəklə, cins, casual şalvarla və müxtəlif növ ayaqqabılarla, hətta kostyumun üstündən də geyinmək olar. Müxtəlif növləri mövcuddur. Bel ayarlaması qaytanlı, kəmərli yaxud sərbəst variantlarda mövcuddur. Bej, qəhvəyi, mavi, boz, xaki rənglərdə olur. Buradakı nümunələr açıq boz və sürməyi rənglərdədir. Payız-qış aylarında istifadəyə əla yarayır. Boz rəngi fərqli görsənəcək. Bu dik yaxanın olması da qış zamanında küləkdə boyun hissəni soyuqdan qoruyur. Kişinin qarderobunda belə bir gödəkçənin olması daha yaxşıdır. Həm də hərbidən gəldiyi üçün bir kişilik obrazına güc verir. Bəs sizin belə bir gödəkçəniz varmı?